Balkanların ürəyində yerləşən, tarixlə yoğrulmuş amma hələ də sağalmamış yaraları ilə susqun dayanan bir ölkə Bosniya və Hersegovina. Bura həm sevgi, həm nifrət, həm də acıların izlərini eyni anda daşıyan torpaqlardır. Müxtəlif xalqların eyni havanı udduğu, eyni şəhərlərdə yaşadığı, amma eyni tale ilə barışa bilmədiyi bir coğrafiyadan danışacağıq. Gəlin bu sirli və ziddiyyətli ölkəni birlikdə kəşf edək. Bosniya və Hersegovina 52.000 kvadrat kilometr ərazisi olan mürəkkəb dövlət quruluşuna malikdir. Etnik baxımdan burada Bosniyalılar, Serblər və Xorvatlar üstünlük təşkil edir. Elə bu səbəbdən ölkə həm də Bosniya və Hersaq kimi iki bölgəyə bölünür. Bosniya ölkənin şimal hissəsini, Hersaq isə cənub bölgəsini əhatə edir. Ölkənin keçmişi isə ağrılı-acılı hadisələrlə doludur. Aparılan mübarizələr nəticəsində çox sayda insan zərər çəkib və əhali sayında ciddi itkilər yaşanıb. Məsələn, 1991-ci ildə aparılan əhali siyahıya-almasında ölkə əhalisi 4,3 milyon nəfər idisə, 2013-cü ildə bu 3,8 milyona enib. Müharibələr və artan miqrasiya nəticəsində keçən 22 il ərzində əhalinin sayı artmayıb. Hazırda isə ölkədə təxminən 3,2 milyon insan yaşayır və ən böyük şəhəri paytaxt Sarayevodur. Bu gün Bosniya və Hersegovina tarixindəki faciələrdən yeni-yeni qurtulmağa başlayan bir ölkədir. Serblərlə yaşanan müharibələrin təsirləri hələ də insanların qəlbindən silinməyib. Şəhərlərdə, divarlarda görünən güllə izləri isə o dəhşətli günləri xatırladır. Valideynlər uşaqlarına tarixlərini unutmamaları üçün öyüd nəsihətlər verirlər. Sarayevoda yerləşən Milyatska çayı ilə əhatələnmiş 2-ci Dünya müharibəsini simvolizə edən və gecə-gündüz yanan, sönməyən alov abidəsi, Vətəndaş müharibəsi dövründə inşa edilən Ümid tuneli, 1992-ci ildə Serb millətçiləri tərəfindən zərər verilmiş və ölkənin ən mühüm milli arxivi sayılan Veçnitse kitabxanası, həmçinin UNESCO-nun Dünya İrs siyahısında yer alan Mostar körpüsü, bütün bunlar Bosniya və Hersegovinaya səfər edərkən mütləq görməli olduğunuz yerlərdir. Bundan başqa Avropanın ən egzotik və homogen musiqisi sayılan Balkan musiqisinin yaranış nöqtəsində də Bosniyalılar dayanır. Bəs gəlin görək, Bosniya və Hersegovina hardadır? Qonşuları kimlərdir? İqlimi necədir? Avropanın cənub-şərqində yerləşir. Şimaldan və qərbdən Xorvatiya, şərqdən Serbiya, cənubdan isə Montenegro ilə sərhəddir. Cənub bölgəsində isə Adriatik dənizinə cəmi 20 kilometrlik sahil xətti var. Qışda şaxtalı və sərt, yayda isə bürkü və istidən əziyyət verən bir iqlimi olur. Rahat və sərin gəzinti üçün payız və yaz mövsümləri daha əlverişlidir. Amma deyirsinizsə ki, orada yaşamaq istəyirəm, onda hava şəraitinin dəyişkənliyinə qarşı hazır olun. Ölkə təkcə Bosniyalılardan ibarət deyil. Əhalinin 46% Bosniyalılar, 38% Serblər, 15% isə Xorvatlardır. Qalan azlıq isə müxtəlif səbəblərdən ora köçən insanlardır. Üç əsas xalqın burada birgə yaşaması bölgənin mədəniyyəti baxımından zəngin və rəngarəng olmasına səbəb olub. Bosniyalılar öz adət-ənənələrinə çox bağlıdırlar. Məsələn, Bosniyalı bir dostunuzla qəhvə içirsinizsə, qəhvənin yanında mütləq lokum qoymalısınız. Əgər lokum yoxdursa, bunu xoş qarşılamırlar. Serblər isə Bosniyalılarla müqayisədə daha qapalı və inanclı bir xalqdır. Bosniyalılar daha açıq fikirli, sosial və türkləri sevən insanlar olsalar da, serblər daha çox milliyyətçi mövqeləri və bəzən irqçiliklə gündəmə gələn davranışları ilə tanınırlar. Bosniyada bir çox digər Aralıq dənizi ölkələri kimi Roma imperiyasının hakimiyyəti altında olub. İmperiyanın süqutundan sonra bir müddət Macarlarla, sonra isə Serblərlə mübarizə aparmalı oldular. 1463-cü ilə qədər qeyri-müəyyən taleyə malik olan bu torpaqlar Osmanlı imperiyasının idarəsinə keçdikdən sonra uzun illər Osmanlı mədəniyyətini mənimsədi. Məsələn, əhalinin böyük hissəsi İslamı qəbul etdi və müsəlman oldu. 1878-ci ilə qədər davam edən Osmanlı hakimiyyəti dövründə bir çox Bosniyalı Osmanlı idarəsində mühüm vəzifələrə gətirildi. Lakin zəifləyən Osmanlı imperiyasını parçalamaq istəyən müttəfiqlər maddi çətinlik içində olan İstanbula təzyiq göstərərək Bosniyanı savaşsız şəkildə Avstriya-Macaristan imperiyasına verdilər. 1986-1992-ci illərdə isə bu bölgədə qanlı vətəndaş müharibəsi baş verdi. Yugoslaviya dağıldı və onun tərkibindən ayrılan dövlətlər müstəqilliyi elan etdilər. Həmin dövrdə ifrat millətçi serblər sakit dayana bilmədi. Bəzi militar
mutant dəstələr böyük Serbiya yaratmaq arzusu ilə dəhşətli cinayətlər törətdilər. Bu dövrdə 100 mindən çox bosniyalı həyatını itirdi. Serblərin başda Sarayevo olmaqla mühasirədə saxladıkları şəhərləri bombalamasına, snayper atəşi ilə günahsız insanları qətlə yetirməsinə Qərb dövlətləri uzun müddət susqun qaldılar. Bu səbəbdən bu gün Sarayevo kədər şəhəri kimi tanınır. Nəhayət 1992-ci ilin fevralında müstəqilliyini elan edən Bosniya və Hersegovina 7 aprel 1992-ci ildə ABŞ və digər Qərb ölkələri tərəfindən tanındı və 22 mayda BMT-yə üzvlük müraciəti qəbul olundu. O illərdən bu günə qədər Bosniya və Hersegovina ciddi sənayeləşmə yaşaya bilmədi, çünki son 30 ildə sənaye müəssisələri böyük ziyan gördü və sənaye bazarını digər ölkələrə uduzdular. Hazırda ölkə iqtisadiyyatı əsasən turizm və xidmət sahəsi hesabına ayaqdadır. Bundan əlavə, kiçik miqyaslı sənaye istehsalı və kənd təsərrüfatı da ölkə iqtisadiyyatına yön verir. Dini baxımdan isə Bosniya və Hersegovina əhalisinin çoxluğunu təşkil edən bosniyalılar sayəsində əsasən müsəlman ölkəsidir. Əhalinin yarıya yaxını müsəlmandır. Serblər pravoslav, xorvatlar isə katolik xristiandır. Sarayevo şəhərində həm azan səsini, həm də kilsədən gələn zəngləri eşitmək mümkündür. Bu mənzərə Bosniya və Hersegovinanın mədəni quruluşunu Avropanın qüdsünə bənzədənlərə ilham verir. Ancaq onu da əlavə etməliyəm ki, boşnaqça, serb və xorvat dilləri eyni dil kökünə malikdir və siz bunlardan birini yaxşı öyrənsəz, digər ikisini də asanlıqla başa düşə bilərsiniz. Bosniya və Hersegovina içindəki müxtəlif etnik qrupların sayca çoxluğuna görə hələ də bütövləşə bilməyib və xalq olaraq tam şəkildə birləşməyib. Bu birliyi təmin edə bilmədiklərinə görə ölkədə həyat ləng gedir və inkişaf prosesi çox yavaşdır. Bu səbəbdən də Bosniya və Hersegovina hələ də Balkanların və Avropanın ən kasıb ölkələrindən biri olaraq qalır. Bugün Serbiya və Xorvatiya kimi dövlətlər hər hansı bir böhranda öz xalqlarını təhrik edə və ölkəni asanlıqla xaosa sürükləyə bilərlər. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.